Paytaxt Moskvada məşhur məscidin, Cümə məscidinin, tarixi məscidin açılış mərasimi keçirilir və buradan bizə ən son xəbərləri Moskva büromuzdan Akşin Sabiroğlu çatdıracaq. Akşin, buyurun, söz sizdədir. Avropanın ən böyük məscidi bugün burada, Moskvanın mərkəzində qapılarını möminlərin üzünə açdı. Təntənəli açılış mərasimində Rusiya, Türkiyə, Fələstin, Qazaxıstan, Çeçenistan və Tatarstan prezidentləri iştirak edirdi. Quran-ı Kərimin oxunuşu ilə başlayan təntənəli mərasimdə Rusiya müftüsü Ravil Qaynuddin çıxış etdi. Daha sonra Fələstin lideri Mahmud Abbas və ondan sonra isə Türkiyə prezidenti Recep Tayyip Erdoğan və daha sonra Rusiya prezidenti Vladimir Putin öz çıxışlarında Rusiya müsəlmanlarının ictimai həyatda oynadıqları rola diqqət çəkdilər və bu məscidin açılışının ölkənin ictimai birlik və bütünlüyünü daha da gücləndirəcəyini vurğuladılar. Bunu da qeyd edim ki, sabah burada bayram namazında 10 minə yaxın insan bayram namazını qılacaq. Rusiya müsəlmanlarına bugün daha bir xoş xəbər var. O da Moskva meriyasının paytaxtda daha böyük bir məscidin tikilişinə, 20 min nəfərlik bir məscidin tikilişinə icazə verdiyini açıqlaması oldu.